Çox təcili olaraq Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak obyektdir. Yerləşir Yasamal rayonu Zahid Xəlilov küçəsində. Ümumi sahəsi 102 kvadrat olan obyektdir. Obyektin yuxarı mərtəbəsində 54 kvadratdır, aşağı mərtəbəsi isə 48 kvadratdır. Hazırda hər iki obyekt fəaliyyət göstərir, icarədədir. Kupçası var, qazı, suyu, işığı daimidir. Qarşısında maşın saxlamaq üçün dayanacağı mövcuddur. Təcili pul lazım olduğu üçün sahibi satışa çıxarılıbdır. Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir, metronun yaxınlığında yerləşir, 53 nömrəli məktəbə yaxın bir ərazidədir, çox əlverişli, gedişli, gəlişli bir yerdədir. Qiymət hər iki obyektə aiddir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu obyekt yerləşir Yasamal rayonunda Zahid Xəlilov küçəsində. Hündür mərtəbəli köhnə tikili binanın birinci mərtəbəsində. Ümumi sahəsi 102 kvadratı olan obyektdir. Birinci mərtəbəsində, yəni yuxarı mərtəbədə 54 kvadratdır, ondan aşağı mərtəbəsində isə 48 kvadratdır. Hər iki obyekt hal-hazırda fəaliyyət göstərir, hal-hazırda icarədədir. Qarşısında maşın dayanacağı üçün yer mövcuddur, gedişli, gəlişli yerdir. Bakı Dövlət Universitetinin, metronun, 53 nömrəli orta məktəbin yaxınlığındadır. Bu obyektin qiyməti kupça olmaqla bərabər 455 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.